O həyat burada yoxdur. Burada saat 9-da işıqlar sönülür. Daha doğrusu 8-9'un yarısı işıqlar sönülür. Şamlar yandırılır. Onda finito. Ondan sonra prisosu yandır, eğer bina evində qalırsansa, qapın döyülür, qonşular qapında. O vaxtda hələ abed rejimi var idi. Onu ləğv elədilər. Saat 12-dən 2-yə qədər abed vaxtı idi. Bunların köpmək vaxtları idi. 12-dən 2-yə qədər köpürdülər. 12-dən 2-yə qədər səs eləyə bilməzdik. Səs eləyirdiksə bir də gördük ki, bölmədən yaxınlaşıblar bizə. Ki, səs eləməyin, sakit olun. Onu ləğv elədilər. O artıq yoxdur. Yox artıq. İndi amma, bax gör, mənim necə şəbbili qonşum var. Ev mənim özümün domikdir da. Mənim həyət bacamdan sonra onun evi gəlir. Oğraş köpək oğlunu mənim küçədə qoyduğum yeni il işıqları narahat edir. Dedim, it oğlu iç. Sən də mənə bax, gəlib döyüb mənim qapımı. Представителin ki, domik çox salayatım. Domiklar belədir də, belə-belə domiklardır. Belə-belə. Görmürsünüz də, mənim həyət bacamda nə qədər ara var, o burası domik gələnəcə. Görüm, it oğlu it qapımı döyür. Akşam saat 8 saat. Görməm, deyirəm, nə olub? Deyir, nə dedi? Yamark, yəni kaçerlər var, burada yamark. İşıqlarımı söndür. Dedim, nə dedi, nə də? Dedim, niyə? Məni narahat edir. Dedim, bu mənim evim deyir, sənin evin orada. Mənim işıqlarım səni necə narahat eləyə bilər? Sənin, dedim, pəncərün mənə baxmır. Sənin pəncərün küçəyə, yola baxır. Sən dedim, yuxarıda nədir səndə? Qoxunadır, hamamdır, aşağıda nədir? Deyir, tualet. Dedim, neyinirsəm yanında? Dedim, mənə işıqlarım gözümə vurur. Gözümə vurur, deyir, hə vurur. Deyir, niyə? Qarnın ağrında, dedim, işıqlarım sənin üzvə vurur. Rolovu bağla, dedim, aşağı. Məni narahat edir, səni şikayət edir. Dedim, gedər şikayət edirsən, oğraş. Hara şikayət edirsən elə, dedim. Dedi, oğul, sən mənim bir də, dedim, qapıma gəl. Çırpdım qapını. O gedən getdi. Ondan sonra Allah andosu, özünüz görmüşsünüz də həyətdə bacada necə qışqırırıq suyla zadla. Oğraş bir dəfə də qapıma gəlməyib. İt kimi qorxur indi məndən. Babra biləsən mənim qapıma gəlsin. Çıraram onun ağzına, utusturaram yerdən. Sökübsən, mənim qapıma, işığım məni. Представителin binama, domikdir da belə, bayırdan belə saçaqlı işıqlar vurmuşam, küçə işıqları da. Deyir, o deyir məni, gün eləyir. Sən qarnımı tırıq vuranda yuxarıda tualetimin balaca dınqılı pəncərən mənim həyitimə baxırsan, mən nə edeyim?